Yaxın əyləşin, çünki yeni məhsullarla makyaj edirik. Saçlarımı yığdıqdan sonra Golden Rose'un qaş fabikli. Bu çox təriflənən bir məhsul idi. Belə. İndi fərqi göstərəcəm. L'Oreal'ın bu glow effekti verən bazasını istifadə edəcəm. Viral bir məhsul idi, amma nə bilim almamış. Çox qəşəng, özündən ışıltıları var içərisində. Üzərində qalyorun belə bir tanışlamaq üçün almışdım. Baxın, nə qəşəng götürdüm. Bu tonallik qəşəngdir, sadəcə məncə biraz ağır tonallidir. Yəni mən bunu gündəlik istifadə edə bilməyəcəm. İstifadə etdiyim liner Lux Visage'ın bu lineri idi. Daha sonra Nevert'dən belə kontur almışdım. Rengi də belədir. Ben sadə olmağını istədiyim üçün çox az kontur istifadə elədim. Yəni siz artıra da bilərsiniz. Lux Visage'ın belə bir ənliyi var. Bunu istifadə eləmək istəyirəm. Rəngi çünki çox qəşəng rəngdir qızlar. Bir də bir şeydir, məncə mənim alıq körlüyüm var. Yəni vurduqca vururam qızlar. Bu ikisini istifadə edəcəm dodaqlarıma. Revelation'un belə mat dodaq boyası var. Bir də Miss 764 nömrəsi var. Bu çox qəşəng qəhvəyi rəngdir. Hadi yapalım. Dodağı olduğundan daha böyük göstərir. Gözümün bir tərəfinə tart istifadə edəcəm, bir tərəfinə Viyan sabunu istifadə edəcəm. Siz özünüz görəcəksiniz zaten fərqi. Tart istifadə edirəm. Bu şəkildə. İlk öncə tartı yayıram. Daha sonra başqa bir fırça yardımıyla solu dağıdıram. Çünki bir-birlərinə qarışmasınlar. İstidirəm. Vurdum. İki tərəfdə transparanla. Baxın, bu Viyan sabunu. Bu isə tart. Saint Laurent'in belə bir yadınızdaysa tuşunu almışdım. Çox yaxşı məhsuldur. Bay Marion'un bu glossunu da istifadə edəcəm. Qoxusu da. İstifadə etdiyim məhsulları bəyəndiniz. Bəyəndiysə yorumlara yazmağı. Məni takip etməyi unutmayın. Hələlik.